Salam müəllimlər. İndi isə biz sizinlə 5-ci sinifin 7-ci mövzusuna baxırıq. Hansı ki, çox qarışıq mövzulardan biridir. Diqqətlə qulaq assanız, elə burdaca mövzunu öyrənmiş olacaqsınız. İqtisadiyyat nə deməkdir? İqtisadiyyat qayda, qanunla səmərəli idarə edilməlidir ki, eşitmisiniz, deyirlər ki, kimsə iqtisadiyyatçı insandır. İqtisadiyyatçı dedikdə, yəni hər işi qayda, qanunla yerinə yetirən. Hardasa büdcədə, bax bura kimi çətinlik var. Buradan o tərəfi çətin deyil. Deməli, iqtisadiyyat görsəz qayda qanundur. Deməli, bizə lazımdır ev təsərrüfatının tərifi və ev təsərrüfatına nələr daxildir? Ev təsərrüfatının idarə olunmasında olunan işlər nədir? Baxın, ev təsərrüfatı, bax, evin, ev həyatının idarə olunması üzrə işlərdir. Bu sadəcə tərifdir. Bəs bu ev təsərrüfatına nələr daxildir desə, əmlakdır, puldur, bir də pulla alınan əmək alətlərdir. Üstü bu yadda saxlayırsınız. Ev təsərrüfatının idarə olunması üzrə olan işlər ki var, hansı ki ev işləri olsun, ev heyvanlarına qulluqdur və s. Burada əsas sizin götürməməli olduğunuz bir məqam var ki, biz bundan əvvəlki mövzuda daimi və dəyişən, daimi və müvəqqəti deməli işləri görmüşdük də, düzdürmü? Burada ev təsərrüfatına idarə olunması üzrə işlərə yalnız daimi işlər, yəni müvəqqəti iş aid olmayacaqdır. Bunları başa düşdünüzsə, keçək ailədə əmək fəaliyyətin təşkilinə. İndi isə baxaq açar sözlərə. 2 T olacaq, 2 T olacaq. Bir də 3 söz, 3 yadda saxlayırıq. Baxaq bu nədir? T təhsil, T tələbat, daha sonra isə pulun alınması, saxlanması, artırılması və təqaüdçülərə, əlillərə və uşaqlara qayğıdan yanaşmaq. Deməli, tələbat nəyədirsə, misal üçün evdə kimisə, bacı qardaşlarımızda ayaqqabısında sökük varsa, mütləq on alınmalıdır. Bu tələbatdır. Təhsil, hər kəsin evdə təhsil alması çox yaxşı olardı. 3 üstə yadda saxlamalı olduğumuz pulun alınması, saxlanması və artırılmasıdır və daha sonra isə təqaüdçülərə, əlillərə və uşaqlara qayğı ilə yanaşmaq. Və bizə lazımdır ev təsərrüfatının iqtisadiyyatı nədir? Çox tələbə deyir ki, müəllim, burada elm açar sözdür. Yox. Testi düşüb ki, ailənin gündəlik iqtisadi həyatı, ailənin həftəlik, illik və s. düşə bilər. Ona görə diqqətli olarsınız ki, ailənin gündəlik iqtisadi həyatı haqqında bir elmdir. İndi isə maddi və maliyyə vəsaitimizi necə seçək? Baxın, müəllimlər, fərz eləyin ki, bu adaptırdır. Bu da deməli keçici hissələr. Hardasa belə bir, yəni toka taxacağımız bir şey görsəniz, bu olacaqdır nə? Maliyyə. Amma yox, evə alıb qoyduğum hər hansı kitab, dəftər, qələm və s. görsəniz olacaqdır maddi. Bunu nəyə görə deyirəm? Misal üçün kitabda var, baxın, plastik kütlə, parça, oduncaq və s. düzdür, çarpayı yoxdur. Amma testdə çarpayı düşmüşdü ki, bu da hansına aid olacaq? Biz çarpayını toka taxırıq? Yox. Demək ki, alıb evə qoyduğumuzsa bu olacaqdır maddi. Baxırıq, indi biz sizinlə vəsaitlərə. Vəsaitlər də 4 cürdür, amma bu mütərizədə olanları da öyrənmək lazımdır. Əmək varsa əməkdir, maliyyə varsa pul deməkdir, maddi hər nəyinsə alınması, misal üçün ərzaqların və s. Energetikdə deməli yanacaq mənbələridir, deməli enerjidir. Testə düşmüşdü ki, elektrik, yəni elektrik olmayacaq. Büdcə özü ingilis dilindən götürülüb, büdcə ingilis dilindən götürülüb və pul çantası deməkdir. Diqqətli olun burada da. Xərclərimiz, insanlar xərc varsa sərf edilmiş vəsaitdir, açar söz. Hara pul xərcləridirsə, qidadır, kommunaldır, nəqliyyatdır, gigiyeniyadır və s. Xərcimiz də var daimi və dəyişən. Mən hər dəfə bunu vurğulayıram ki, necə kurikulumda bizim hüquq və vəzifələrimiz var. Hüququmuz istəsək edərik, istəməsək etmərik. Vəzifəmiz isə daimi olaraq etməli olduğumuzdur ki, daimi xərclərimiz, misal üçün qidadır, kommunaldır, daimi olaraq istifadə edirik və bunu da ödəməliyik, düzdürmü? Amma misal üçün mən bugün evdə oturmaq yerinə
Kinoya gedəcəmsə, teatra gedəcəmsə, hər hansı bir yerə əlavə olaraq pul xərcləyəcəmsə, öz istəyimdən asılı olaraq, yəni hüququm olaraq, bu artıq dəyişən xərclərə aid olacaqdır. Gözlənilməyən xərclər də təbii ki, dəyişənin tərkibinə daxildir ki, burada misal üçün qonaqlardır, xəstəlik və s. Baxın, ailə büdcəsi. Testdə nə düşəcək? Testdə deyəcək ki, büdcənin müəyyən zaman kəsiyində gəlir və xərcin planlaşdırılması varsa, bu nədir? Bu olacaqdır sadəcə büdcə. Ailə sözünü görsəz, ailə büdcəsidir. Şəxsi bir şəxsin müəyyən zaman kəsiyidirsə, bu şəxsi büdcə olacaq. İndi isə baxaq biz sizinlə nə zaman gəlir olur, nə zaman xərc olur. Bunu tərəzi ilə yadda saxlaya bilərsiniz. Biz bilirik ki, bax burada gəlir olarsa, burada xərc olarsa. İndi mənim gəlirim yuxarıdadırsa, olacaqdır gəlirim yığım olacaq. Amma xərcim çox olarsa, xərc çox olarsa, gəlir aşağıda olarsa, bu zaman təbii kəsrim olacaq. Amma büdcədə çatışmayan hissə görsəniz, bu olacaqdır büdcə kəsiri. Bir də mən sizə qeyd etmədim bunu. Testlərdə də düşür ki, iqtisadiyyatın göstəricisi deməli puldur. Bu da testlərdə faiz və sair olaraq göstəriləcək.